3 yumurta, 150 qram şeker, 1 paket vanil. Mikserlə ağarana qədər qarışdırırıq. 150 ml süt, 150 ml bitki yağı qarışdırırıq. 15 qram qabartma tozu, 300 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. %60 qram şəkər, 60 qram un, 60 qram çərək yağı birlikdə qarışdırıb umac edirik. Hazırladığımız xəmiri soba tavasına əlavə edirik. Çeyrəklərimizi doğrayırıq. Keksimizin üzərinə düzürük. Hazırladığımız umacı da üzərinə əlavə edirik. Əvvəlcədən isitdiyimiz 170-180 dərəcəli sobada 30-35 dəqiqə bişiririk. Asan, tez başa gələn şirniyyatlardan xəbərdar olmaq istəyirsinizsə səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.